Ukrayna prezidenti Volodymyr Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib. O bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb. Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil, bu Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır. O müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əskərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilməliyik. Bu seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir, deyə Elvira Həsənova bildirib. Xatırladaq ki, Ağ Evdə keçirilən qalmaqallı Trump-Zelenski görüşü zamanı Ukrayna prezidentinin geyim tərzi tənqid edilib və Trump ona "Sənin ümumiyyətlə kostyumun var" sualını ünvanlayıb.